Salam aleyküm uşaqlar, xoş gördük. Bu günləri hassasiyyət yığılma videosu göstərəcəyim. Başdan deyim, YouTube-a təzə başlamışam. Hamınızdan çoxlucasına dəstək gözləyirəm. İndi saçda normal bir saç yığaq gedək. Gedək hassasiyyət yerim. Şükürənsin qoy bir dəqiqə. Direktimə girək. Pompalı deaglımızı götürək. Mənim favori silahlarım onlardır. Belə özüm oyundan çəkmişəm, belə buradan danışıram. Oradan biraz çətin olur oynaya. Heç nə vuruşlarımızı yoxlayırıq, görürsünüz. Təmiz başdır. Hassasiyyətin yığılmasına rahatlayacağım sizə. İndi FPS azlığından olur o. Onu da deyəcəm səbəbi nədir. Yəni 3 barmaq oynayan qardaşlarım üçün daha yaxşı olacaq məncə. 2 barmaq, 3 barmaq bunlar üçün daha yaxşı olacaq. 4 barmaq onsuz o oynamaq üçün gərək bacarıq lazımdır. Yəni o çox çətin bir şeydir. Yəni gör ki rahat gedir də baş. İrəgədə də oldu, panel oldu, onda tak baş gedir. Amma bu hassasiyyətdir. Bu hassasiyyət belə olur ancaq baş deyil. İndi FPS zəifliyindən görürsünüz, başı vururam gedir qırağa dəyər. Bir daha açılsın. Girdik. Hassasiyyət yerində generi. Gener həmişə 185 olmalıdır. Çox telefonlar. Əsas da FPS az olan telefonlar üçün 60-45 FPS-lər üçün generdir. Qırmızı nokta. Qırmızı nokta desert pompalı silahlarında çox yaxşı idarə olunur. 2x deyən keçsin. Ya o 15-30-dur 12. Və 120 də qalxmalıdır. Bunu dürbün orada görsətsə də bu bunun üçün əsas qalxmaqdır. Bu 4x olsa random silahdır. Yəni necə vurdum başdı. Onlar ağızlıqdan randomlardır. Tüfək dürbündə AVM zat deyil, hamısı pompalıdır tüfək dürbündə. Bunun da 20, 30, 40, 50 belə sızradır. Sərbəst bakış ağzına gələn qoyun 200, 100 o fərq eləmir. Bu hassasiyyətlərin də işlənməsini istəyirsinizsə, ya o necə deyimsə, gene qırmızı noktadır tüfək dürbünü də gene əsas onlardır oradan. Burada da 35, 50, 44, 40 belə araları olmalıdır. Amma 50-dən yuxarısı məsləhət görmürəm. Grafikdə yüksək FPS hassasiyyətinizi oynayışınızı daha yüksək göstərəcəyim. Görək buradan inirdim həmən. Heç nə çıxaq da oyundan. Orada fikrim var idi ki, girim oyuna oynayım, oradan görsədim. Sonra oyuna elə bir girəndə oradan görsədimsə elə Rus oyuncular olur ki, pis oynayır da. Getdi, flashsat. O da adamı əsəb edir. Heç nə, sizdən çoxluca dərsdə gözləyirəm. İnşallah gələn videomuzda istədiyiniz nə varsa hamısını yazın, onu düzəldəcəm sizə aid.